Bəli, o institut yanında oktyabr ayında nişanlandı. O nişandan sonra o cəbhəyə getdi. Ondan sonra da belə şəhid oldu. Bakalım yolunu gözləmişsiniz. Bəli, illərdir mən onu belə yox, sağ gözləyirdim. Rayət İmaməliyə vətəndaş mövqeyimlə qarşınızdayım. 32 il ömrünü, həyatını, xəyallarını şəhid nişanlısına həsr edib, onun yolunu gözləyib, ailə qurmayan bu xanım əsl Azərbaycan qadınıdır. Hamımız üçün sədaqət simvoludur. Solmuş, qurumuş, baharını itirmiş gül timsalıdır. Bu video tanıtım sosial şəbəkələrdə paylaşılanda rəylərin altında vaxtilə mənim Nərmanovda qonşum olmuş tanıdığım bir qadın yazıb ki, ay kişilər, baxın bu qadından sədaqət dərsi götürün, çoxunuzun kökünüz kəsilsin ay kişilər. Kişili qadınlı fərqi yoxdur. Xəyanətkarın kökü həqiqətən də kəsilsə yaxşıdır. Xəyanət təkcə başqası ilə yatağa girmək deyil. Arvadına yalan danışan ər də, ərindən gizlin harasa gedən qadın da xəyanətkardır və s. Bir lətifə deyim, İbadullah adlı dələduz, şorgöz, fırıldaqçı bir kişi özünü təmiz göstərmək üçün həcc ziyarətinə gedir. Şeytan daşlama mərasimində bu İbadullah ilə təzəcə daşı atanda şeytan dözməyib ayağa qalxır. Daşı göydə tutub çırpır İbadullahın təpəsinə deyir, İbadullah, bu birləri başa düşdük. Bircə sən çatmırdın da mənə daş atmağa. Dur elə sürüş ki buradan. İndi şeytanın sözü olmasın. Ay keçmiş qonşu qadın, sən kimə deyirsən? Sədaqətdən ən son danışacaq bir qadınsan. Ərin işdə olanda evə kişi salan sənin sədaqətdən danışmağa nə haqqın ola bilər? Deməli, əziz izləyicilər, bunlar təzə köçmüşdülər. Bir 10 il bundan əvvəlli söhbətidir bizim məhliyə. Yoldaşı da sakit, zəhmətkeş, abırlı bir kişi idi. Kənddəki mal heyvanlarını, evlərini satıb Bakıya köçmüşdülər. Ev almışdılar. Bütün günü məhlədə bu arvadın ərini aşağılamasının şahidi olurdu. Filan qonşunun listuru belə bizdə niyə yoxdur? Filan arvadın koftasından məndə niyə yoxdur? Tikintidə işləyən əri o qədər bezmişdi ki bundan. Evə gələndə məhlədə skameykada otururdu ki, hava qaralsın, sonra evə getsin. Qonum qonşu arasında biabır olmasın. Gül kimi kişi evində qayğı görmədiyindən təsəllini kafelərdə araq şüşələrində tapdı. Elə içkili vaxtı da bu arvad ərinə asan xidməti aparıb evi öz adına hədiyyə etdirdi ki, ərinə pay düşməsin. 6 aydan sonra da boşanıb evdən kişiyə pay vermədi, 3 uşağa da aliment kəstirdi. Kişi yoxa çıxdı. Arvad da gündə üzr istəyirəm, evə bir kişi gətirdi, qonşuların qınağına səbəb oldu, qovdu qonşular onu. İndi bütün kişilərin kökü kəsilsin deyir. Kökünün kəsiləcəyini arzuladığı onu ərinin hesabına ev sənin olub da. Kökünü kəsiləcəyini arzuladığın o kişilərin hesabına bədənini onlara satıb qızıllara bürünmüsən də. Elə o kişilərin hesabına gündə bir xarici maşına oturub otellərdə viski, çaxır özü görürsən də. Biabırçılıq de, sadə zoraq dözə bilmədim. Sən kimə deyirsən? Bəli, kökü kəsiləcək bir kişi varsa, o da sənin şəxsiyyət vəsiqəsində adı yazılan atan olmalıdır.